Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Ayıb yox. Şərh-ü Sünnə Bərbəhari kitabının oxunmasına davam edirik. Müəllif buyurur ki, qiyamət günü əməllərin tərəzidə çəkilməsi məsələsi gəlir və qiyamət günü əməllərin çəkilməsi haqdır. Yəni biz buna iman gətiririk ki, insanların əməlləri tərəzidə çəkiləcək və hər bir xeyir, hər bir şər iş, əməllər çəkiləcək. Və o tərəzi həqiqi tərəzidir. İki gözü var, əqrəbi dili var və bu əqidə məsələlərindən biridir ki, bu məsələyə iman gətiririk. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقِّ. Yəni, o gün vəzn, tərəzi, əməllərin tərəzidə çəkilməsi haqdır. فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Kimin tərəzisi ağır gələcəksə, onlar nicata uğrayanlardır. وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ بِمَا كَانُوا بِآيَاتِنَا يَظْلِمُونَ. Kimin də tərəziləri yüngül gələcəksə, o da ayələrimizə haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır. Və digər ayədə Allah Teala buyurur ki, خَسِرُوا أَنْفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ. Yəni, onlar özlərini cəhənnəmə uğradaraq, yəni cəhənnəmdə əbədi qalacaqlar. Öz nəfslərini buna uğratdılar yəni. Və insanın salih əməlləri ağır gələrsə, o insan xoşbəxt olar. Bunun əksi olsa, insan bədbəxt olar. Allah Teala Quran-ı Kərimdə buyurur ki, فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ. Kimin tərəzisi ağır gələcəksə, o xoş həyat içində olacaq. فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُمُّهُ هَاوِيَةٌ. Kimin isə tərəzisi yüngül gələcəksə, onun yeri, məskəni həviyədir. Yəni cəhənnəm. وَمَا أَدْرَاكَ مَا هِيَ. Sən nə biləsən ki, o nədir? Həviyə nədir? Nərun həmiyə. Yəni qızmar bir oddur o. Və bu Allah Subhanahu wa Ta'ala ədalətidir. İnsanların əməllərinin haqqı hesab olunması, mizanda, tərəzidə çəkilməsi və tərəzi dedik ki, həqiqi tərəzidir və həmçinin bu məsələ ilə bağlı müxtəlif görüşlər var. Yəni çəkilən tərəzidə əməllərdirmi, insanın yəni səhifələridirmi, əməlin özüdürmü, yoxsa mı insanın əməl edənin özüdürmü? Yəni üç rəylər var, üç rəy gətirirlər. Və birinci rəy nədir? Əməlin özünün qiyamət günü çəkilməsi. Necə ki Allah Teala buyurur ki, فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ. Kim zərrə qədər xeyir əməl edəcəksə, onun əvəzini görəcəkdir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisi də dəlildir ki, əməllərin çəkilməsinə Allah üçün sevimli iki kəlmə var. Kəlimətəni, həbibətəni, lirrahman və thəqilətəni fil mizan. Yəni, və mizanda ağır gələn kəlmələrdir. Hansılar da olar? Subhanallahi və bihamdihi və subhanallahi. Yəni, bu hədisə əsasən deyirlər, əməldir çəkilən. Alimlərdən belə deyən var. Və həmçinin səhifələr, əməl işlədiyin o səhifələr, ora yazılıb və o səhifələr çəkiləcək. Onun da dəlili var. O da qiyamət günü, yəni bir insan gələcək, etdiyi əməllərlə, yəni 99 kitabdır, hamısı pis əməllərdir. Və bir əməli vardır ki, onu da gətirəcək Allah Subhanahu wa Ta'ala ki, dərgahımızda sənin bir əməlin var. La ilahe illallah Muhammed Rasulullah kəlməsi yazılmış bir vərəq və o qoyulacaq, o kəlmə ağır gələcək. Və buna görə bu hədisə əsasən əməllər, yəni yazılmış səhifələr, kitablar, bunlar da çəkiləcək. Və həmçinin dəlillərdən, yəni insan əməl edənin özünün birbaşa, əməlləri ilə bərabər çəkilməsinə də dəlil var, bu görüşdə var. Buna dəlil nədir? İbn Məsud radiyallahu anhun hədisidir ki, harada ki, İbn Məsuda bəzi sahabələr onu görərək ağaca çıxır ki, araq ağacından dərsin, yəni misvak üçün və külək ayaqlarını göstərir. Yəni külək vurur, ayaqları görsənir, ayaqları çox nazik olur. Çox arıq olur onun ayaqları və sahabələr ona gülürlər. Allah Resulü sallallahu aleyhi və səlləm soruşur, nəyə gülürsünüz? Deyirlər ki, buna gülürük.
Deyir ki, bunlar, yəni İbn Məsudun ayaqları qiyamət günü Uhud dağından daha ağır gələcək. Və bu hədisə əsasən də deyirlər, əməl edənin özünün də çəkilməsi qiyamət günü olacaq. Yəni bu üç görüşdür. Əməlin çəkilməsi, sonra səhifənin çəkilməsi, səhifələrin, yəni əməl dəftərinin çəkilməsi tərəzidə və həmçinin də əməl edənin çəkilməsi. Və sonra müəllif buyurur ki, qəbr əzabı, münkər və nəkir mələkləri, qəbirdə sorğu-sual edən mələklər. Biz buna da iman gətirir. Çünki bu da əqidə məsələsidir. Bu məsələlərə iman gətirmək və qəbir nədir? Qəbir indi insanları çox bastırırlar deyənə əksəriyyətinə, ona görə qəbir həyatı adlanır. Elə insan var ki, onun qəbri yoxdur. Suda batır və yaxud nə? Sadəcə qəbir nəyə görə qəbir adlanır? Çox bastırılır deyənə insanlar ona görə əsas olaraq bərzaq deyirlər buna. Bərzaq aləmi, bərzaq həyatı. Bərzaq sözün mənası da yəni iki şey arasında bir maniyə olmasıdır. İki şey arasında maniyə. Və necə ki Allah Taala Qurani Kərimdə buyurur ki, "Məracəl bəhreyni yəltəqiyan." Yəni iki dənizi Allah Subhanahu va Taala misal gətirir və deyir o iki dəniz, qarşı-qarşıya gələn iki dəniz bir-birinə qovuşmazlar. Məracəl bəhreyni yəltəqiyan. Nəyə görə? Beynəhuma bərzaxun. Beynəhuma bərzaxun. Bərzaq kəlməsi. Beynəhuma bərzaxun la yəbğiyan. Yəni onların arasında, ikisinin arasında bərzaq var. Onlar qovuşmazlar. Və bu barzaq kəlməsi budur. Yəni indi belə deyək, dünya ilə axirət arasında olan bir həyatdır. Barzaq həyatı. Çünki əsasən, yəni həyat 3 mərhələdən ibarət. Dünya həyatı, hardakı müvəqqəti insanlar bu dünyada imtahan olunurlar. Sonra gəlir bərzaq həyatı. Bərzaq həyatı ilə gözləmə. Bir növ axirəti gözləyirlər. Və orada da insanların etdiyi əməllərə görə bərzaq həyatında ya cəhənnəm çuxurlarından bir çuxurda, cəhənnəm çuxurlarından bir çuxurda olacaq və yaxud da cənnət bağçalarından bir bağçadır. Və üçüncü nədir? Darul qarar. Artıq qərar tutulmuş yer. O da qiyamət qopandan sonra, yəni axirət həyatı. Əbədi həyat, yaşayış yeri, axirət həyatı. Və Quran-ı Kərimdə Allah Taala buyurur ki, "Hətta zurtumul məqabir." Hətta siz qəbirləri ziyarət etdiniz. Burada ziyarət etdiniz deyildikdə, yəni qəbirlərə vardınız. Vəfat etdikdən sonra qəbir həyatı. Ziyarət adlandırdı Allah Subhanahu taala. Çünki müvəqqətidir ora. Əbədi deyil, qəbir həyatı da müvəqqətidir. Qiyamətə qədərdir. Və insan qəbrə qoyulduqda, ilk qoyulduğu andan, yəni onu bastırıb gedən insanların ayaq səslərini eşidir. Və bu haqda Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurub ki, yəni insanın bastırdıqdan sonra, dəfn etdikdən sonra insanların ayaq səslərini eşidir. Və iki mələk gəlir, otuzdururlar onu və ruhu cəsədində qaytarılır. Və həyat, barzaxi həyat artıq başlayır. Barzaq həyatı. Və artıq ona suallar verirlər. Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Kim ki cavab verəcəksə, artıq o insan halı yaxşıdır. Kim cavab verməzsə, cavab verə bilməzsə, onun vəziyyəti pisdir. Cavab verən kəs üçün qapı açılır cənnətdən və cənnətin qoxusunu hiss eləyir və son göz gördüyü genişlikdə onun üçün qəbri genişlənir, həyat genişlənir. Amma kafir üçün, bu suallara cavab verə bilməyən üçün qəbri daralar ta ki qabırğaları bir-birinə sıxılar. Və o əzab olunur orada. Əzab mələkləri ona əzab edirlər. Allah qorusun. Yəni, bu da barzağı həyatdır. Və biz buna iman gətiririk ki, bərzaq aləmi var, qəbir həyatı var. Çünki bəziləri bunu inkar edirlər ki, qəbir əzabı deyilən bir şey yoxdur. O da Mu'təzilə və onların yolu ilə gedənlər, onlar inkar edirlər. Çünki qəbir həyatı, bərzaq aləmi Quran və sünnədən mütəvatir olaraq yəni varid olur, mütəvatir şəkildə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Təavvəzu billahi min ərba." 4 şeydən Allaha sığının. Min əzəbi cəhənnəm, cəhənnəm əzabından, və min əzəbil qabr, qəbir əzabından,
həyatın və ölümün fitnəsindən və Məsih Dəccəlin fitnəsindən. Bu 4 şeydən Allah Rəsulü sallallahu əleyhi və səlləm ümmətini xəbərdar edib ki, sığının hətta hər namazda. Yəni məsələ ciddi məsələdir və həmçinin mutavatir yolla gəlib və qəbir əzabının haqq olmasına dəlalət eləyir bu hədis. Və Quran-ı Kərimdə də ayətlər var. وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَى دُونَ الْعَذَابِ الْأَكْبَرِ. Biz onlara böyük əzabdan öncə kiçik əzabı daddırarıq. Burada deyirlər bu ayət nədir? Qəbir əzabı haqqındadır. Yəni qəbir əzabında əzab daha kiçikdir, yəni daha yüngüldür, amma cəhənnəm əzabı daha şiddətlidir. Və həmçinin Allah Subhanahu va Taala Firon haqqında Quran-ı Kərimdə buyurur ki: "Ən-naru yu'radun 'alayha quduwan və aşiyyə." Onlar səhər axşam oda ərz olunurlar. Firon və onun cəmaatı. Və yevmə təqumus-sa'a, qiyamət günü qopduqda isə adxilu alə Firavun əşəddəl azab. Firon ailəsini, Firon cəmaatını, Fironu daha şiddətli əzaba daxil edir. Fikir verin, yəni ayət dəlildir ki, qəbir əzabı var. Səhər axşam oda aparır. Harda aparırlar onlar bu da? Bərzəx aləmində. Və qiyamət günü qopduqda isə daha şiddətli əzaba. Deməli, bu ayət açıq-aşkar dəlildir ki, qəbir əzabı var. فَالْأَدِلَّةُ عَلَى هَذَا فَأَدِلَّةُ عَلَى عَذَابِ الْقَبْرِ مُتَوَاتِرَةٌ. Və ona görə də qəbir əzabına dəlalət eləyən hədislər mütəvatirdir. Kim bunu, Şeyx Fovzan şərhdə buyurur ki, kim bunu inkar eləyərsə, bunu da kimlər inkar eləyir? Mü'təzilə firqəsi və onların yolu ilə gedənlər. Onlar artıq nədir? Mütəvatir dəlillərə müxalif çıxmış olurlar. Və əqidədə xələlləri var. Və faqidən li-asl min usul al-aqidə. Əqidənin əsillərindən bir əsli, bir usulu, təməli itirmiş oldular. O da qəbir əzabına imandır. Fəin kənə mütəammidən, arifən bin nusus. Kim bunu bilərəkdən inkar eləyərsə, nususları, nasları, yəni şərii mətnləri, Quran və ayətləri bilərək qəbir əzabını inkar eləyərsə, o deyir nədir? O kafirdir deyir. Artıq kafir olar. Şeyx Fovzan deyir. Əmmə izə kənə mütəəvvülən. Amma təvil eləyərək bunu inkar eləyirsə, təvildən dolayı və yaxud təqlidçidir, təqlid eləyir, öz şeyxindən belə eşidib və yaxud cahildir, əv cahilən fəhəzə lə yəkfur. Bu təkfir olunmur, Şeyx Fovzan deyir. Cahilliyinə görə və yaxud təvilinə görə və yaxud təqlidinə görə təkfir olunmur, lakin yəni azğındır, yenə azğınlıqdadır. Münkər və nəkir də qəbir əzabında, yəni qəbirdə sorğu-sual edən mələklərdir. İki mələyin adı İsmail Məlikeyn. Hansılar ki, o mələklər ki, hansılar ki, yəni gələcəklər, onların rəngi də qara rəngdə olacaqlar, gözləri göy bu halda.